Allah subhanahu ve teala Kur'an-ı Kerim'de buyurur ki: Ya eyyühellezine amenu zkurullaha zikran kesira. Ey iman edenler, Allah'ı çoklu zikredin. Ve sebbihuhu bukraten ve asile. Ve Rabbinizi gece ve gündüz tesbih edin. Yani zikredin Rabbinizi. Ve Allah subhanahu ve teala bu iki ayede de emir etti onu zikretmemizi, onu hatırlamamızı. Allah subhanahu ve teala'nı zikretmək sənin ixtiyarı, seçimin olan bir şey değil. Allah əmr eləyir. Ey iman gətirənlər, Allahı çoxlu zikr edin əmr formasında. Səbbihuhu əmr formasındadır. Onu təsbih edin, onu zikr edin, xatırlayın. Bukraten və asilə gecə və gündüz. Və başqa ayədə isə Allah subhanahu və teala buyurur ki: Fəzkuruni əzkurkum. İstəyirsən aləmlərin Rəbbi Azze və Cəllə sənin adını mələklərin yanında çəksin, səni zikr etsin, səni xatırlasın. Allah subhanahu buyurur ki: Fəzkuruni əzkurkum. Məni zikr eləyin, məni xatırlayın ki, mən də sizi zikr edim, xatırlayım.